Moskva şəhərindən qonağımızdır. Roza xanım, xoş gəlib, səfa getirmişsiniz. Çox popüler bir ifaçı, öz şən nəğmələri ilə tanınan, hər zaman kütləni ələ alan, necə deyərlər, salamlayıram, xoş gəlmişsiniz və bir gözəl bir nəğmə gələcək sizdən inşallah. Hoş gördük, hoş gördük abili qardaş. Siz bilirsiniz ki, bu sənətdə hər adama nə qardaş, nə bacı deyilmir. Düzdür mü? Amma mən bunu ürəkdən, fəxrdən deyirəm ki, sən mənim qardaşımsan. Həqiqətən də, gözün aydın olsun. Allah bu gözəl balalarını xoşbəxt eləsin. Gələn il bu vaxtı yanım masada əyləşənlər yaxşı məni tanıyırlar ki, Roza Rəşidin ayağı çox düşərlidir. Gələn il bu vaxtı Allah səni oğul nəvə ilə sevindirsin, könül bacı. Öpürəm sizi, bir daha gözünüz aydın. Hə, dağlar qızı sizlər üçün oxuyacaq. Soba oğlu! Ay maşallah! Aşıq görəm səni, durub qazaqda gəlmişəm. Eyvan açıq görəm səni, ay balam, durub qazaqda gəlmişəm. Baxışınla isit məni, baxışınla isit məni. Soyuq sazaqda gəlmişəm, durub qazaqda gəlmişəm. Soyuq sazaqda gəlmişəm, ay balam, durub qazaqda gelmişim.
Afiyet olsun. Eşli olsun, var olun, çok sağ olun. Teşekkürler, teşekkürler.